Paytaxt Bakı ilə yanaşı regionlarda da sahibkarlıq inkişaf etdirilir, yeni obyektlər açılır, əhalinin işlə təminatı yaxşılaşdırılır. Masallıda yeni istifadəyə verilən Prospekt Ticarət Mərkəzi bunun bariz nümunəsidir. İyunun 18-də geniş və müasir infrastruktura malik mərkəzin açılışında sahibkarlar, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər. Açılış mərasimi öncəsi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himnimiz səsləndirilib. Sonra iş adamı Adnan Salayev sahibkarlığın inkişafına dövlət dəstəyindən onlara göstərilən diqqət və qayğıdan danışıb. Allah bu ticarət mərkəzinə xeyir versin, can sağlığı versin. Onu təşkil edib, onu o saniyə salan oğlanların, Allah canı salamat etsin. İlham Əliyev, Allah rəhmət eləsin, onun atası Heydarı bizi bu azadalığa çıxardıb, bizi bu mehribanlığa çıxardıb. Çox sağ olsun, minnətdarım. İki şəhid, Vətən Müharibəsi qəhrəmanı İntiqam Əskərli və Aprel döyüşləri qəhrəmanı Nurlan Əskərlinin anası Ziba Əskərova, şəhid Əlmərdan Quluzadənin atası Fəttah Quliyev, 100 yaşlı rayon sakini xanım nənə Masalda bu cür müasir ticarət mərkəzinin istifadəyə verilməsinə görə ölkə prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq edib, mərkəzin gələcək fəaliyyəti üçün kollektivə uğurlar arzulayaraq Prospekt Molun Masalların sevimli ticarət mərkəzinə çevriləcəyinə əminliklərini bildiriblər. Bu günləri Masallı rayonunda möhtəşəm bir ticarət mərkəzinin açılışındayıq. Bütün şəhid ailələri, qazilər burada iştirak ediblər. Prospekt Ticarət Mərkəzinin bütün rəhbərliyinə, bizi sahib bu gözəl açılışa dəvət etdiyinə görə öz minnətdarımı bildirirəm. İşlərində uğurlar, Allah ruzlarını bol eləsin. Çox gözəl bir obyektdir və belə bir obyektin şəxsən mən öz adımdan deyirəm ki, Masallı rayonunda açılıb ərsə gəlməyi bir gözəl bir Masallı üçün bir gözəl bir şərait yaradılmayı deməkdir. Daha sonra ticarət mərkəzinin açılışı münasibəti ilə tədbir iştirakçılarına populyar müğənnilərin iştirakı ilə maraqlı konsert, eləcə də şou proqramlar təqdim olundu. Rəmzi lent kəsildikdən sonra ticarət mərkəzi ilə tanışlıq başlayıb. Qeyd edək ki, Masallı şəhərinin mərkəzində Heydər Əliyev Prospekti 117 ünvanında Respublika Bankın yanında yerləşən ticarət mərkəzi səhər saat 8:00-dan başlayaraq 14 saat müştərilərin xidmətindədir. Hər zaman gözlədiyimiz bir proyekturadır. Bizim üçün çox xoş oldu. İnanıram ki, alıcılar üçün də çox xoş olar. İnşallah Allah hər kəsə kömək olsun, biz də onun içində. Biz də işlərimizi lazımı qədər əlimizdən gələni eləməyə hazırıq. Allah kömək olsun inşallah. Hər kəsə uğurlar arzulayıram. Zövq oxşayan, müasir tərtibatlı 8100 kvadrat metr sahəni əhatə edən mərkəzdə 200-dən çox sahibkarın, 500-ə yaxın işçinin fəaliyyəti üçün müvafiq şərait yaradılıb. Yüksək keyfiyyəti və sərfəli qiymətləri ilə seçilən milli və beynəlxalq markalı müxtəlif növ məhsulların satışı təşkil olunub. Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə avtodayanacaq, kafe, əyləncə mərkəzi və digər iaşə obyektlər də fəaliyyət göstərir. Ticarət mərkəzi yüksək səviyyəli kamera nəzarət sistemi, mühafizə təhlükəsiz xidməti ilə təmin edilib. Akif Ağayev, Elsəvər Əliyev, Faiq Mirzə.